Və axirətimizin abadlığı, Əhl-i Beyt və Qur'anla məhşur olaq, günahlarımızın bağışlanması, tövbələrimizin qəbulü, zamanə imamının zuhurunun təzini, müşküllərimizin həlli, sələvat zikr eləyək. İkinci fürsət gecəsidir, Qədir gecəsidir, dirilik və əhya gecəsidir. Allah Müteala bu gecədən bizi əli boş çıxartmasın inşallah, faydalı, ömrümüzə faydalı olaraq bu gecə yazılsın. Muhammed, Ali Muhammedi sələvatla yad edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Görmem telefonum orada oldu. Görmem. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala seyyidil enbiya'i vel mursalin ve ala alihi tayyibin el-tahirin el-ma'sumin el-mukaddemin ve la'netullah a'da'allah من الآن إلى قيام يوم الله وأما بعد قال الله الحكيم في كتابه أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان فمن شهد منكم الشهر فليصوم ومن كان مريضا أو على سفر فعدة من أيام أخر يريد الله بكم اليسر ولا يريد بكم العسر ولتكملوا العدة ولتكبروا الله على ما هداكم ولعلكم تشكرون وإذا سألك عبادي عني فإني قريب أجيب دعوة الداعي إذا دعان فليستجيبوا لي وليؤمنوا بي لعلهم يرشدون صدق الله العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله. Müqəddəs Qur'an yaradılış barəsində bu müasir dillə yaradılış, Qur'an termini ilə isə xilqət adlandırılan varlıq aləmi Qur'anın təqdimatında üç formada
bəyan olubdur. Quran aləmlər haqqında, insanı əhatə edən aləmlər barəsində bizə 3 xəbər gətirir. Birinci varlıq, birinci növ yaradılış, mövcudat, xilqəti Allah adlandırıb qeyb, qeyb aləmi. İnsanın əhatəsində 3 aləm mövcuddur. Elə ki Allah Quranda insandan söz açır, insan deyən varlıqdan söz açır, onun xüsusiyyətlərini Quran bəyan edib, onun keyfiyyətlərini Allah bəyan edib ki, Allah Quranda insanın 2 xilqətinə işarə edib, insanın maddi yaradılışına işarə edib, gözünə, qaşına, nütfədən əmələ gəlməyinə, ana bətnindəki mərhələlərə, qandan ibarət olmağına, damardan ibarət olmağına, sümükdən ibarət olmağına, ətdən ibarət olmağına, biyoloji və fiziki, materialni yaradılışına işarə edir və əlavə Quran insanın digər bir mühüm yaradılışa da sahib olmasından xəbər verir. Bu yaradılışa, insanın bu tərəf yaradılışına deyir ruhani yaradılışı. Yəni Qur'anın məntiqində, Qur'anın insan təqdimatında, bilirsiniz də, insan yaranan gündən bu günə qədər, sabahda, gələcəkdə də insanın təqdimatı deyilən bir məsələ var. Bu, həmişə aktual olur. Və bütün müharibələrin, mücadilələrin, mədəniyyətlərin, kulturaların, sivilizasiyaların, ölkələrin, siyasətin, incəsənətin, insanı əhatə edən bu mövzular tarix boyu bu mövzunun motivasiyasında, yəni bu mövzunun ətrafında fırlanır. Mədəniyyətlər bir-birləri ilə niyə fərq edir? Sual. Hər mədəniyyətin özünün bir ideologiyası var, hər mədəniyyətin özünü təqdim elədiyi bir həyat tərzi var, hər mədəniyyətin özünə uyğun, rus demişkən, panyatiyası var, baxışı var, buna rakus deyirlər. Hər mədəniyyət məsələlərə bir cür baxırsan ki, fərqli-fərqlidir. Dünyanın bir tərəfində insan deyildikdə ana bətnindən başlayıb qəbirdə bitən bir varlıq nəzərdə tutulur. Ziyalıların əksəriyyəti bu cür düşünür. Əks tərəfdə görürsən ki, fərqli bir düşüncədir, deyirik, xeyr, insan əzəli yaradılışdır, müstəqil yox. İnsan əzəli yaradılışdır, müstəqil deyil, asılı. Əbədi yaradılışdır, müstəqil deyil, asılı. Və insan daimidir. Görürsünüz, fərqli baxış. Buna deyirlər rakus. O mədəniyyət, o kultura, o sivilizasiya insan mövzusunda belə məsələyə baxır, başqa mədəniyyətdə başqa cür baxır. İslamla da müştərək olan mədəniyyətlər var. Bir də qeyri-müştərək olan mədəniyyətlər var. İnsan mövzusunun, insanın tərifi, biz deyirik tərif də, məsələn, Azərbaycan dilində dərs keçəndə biz cümlənin tərifi nədir? Cümlə. Cümləni o bir başa düşür, sən bir başa düşürsən, o birisi bir başa düşür. Aləm deyməsin bir-birinə, ədəbiyyatda, dilşünaslıqda
dilşünas alimləri hərə bir cür başa düşməsin deyənə nə qoyurlar? Tərif qoyurlar, yəni qanun qoyurlar. Deyirlər ki, bitmiş bir fikri bildirən sözlər, söz birləşmələrinə nə deyilir? Cümlə deyilir. Bu ədəbiyyatda bir dənə qayda qoyurlar ki, heç kəs dəyməsin bir-birinə. Biri cümlə deyəndə bir şey başa düşsün, biri başa düşsün, o qanun qoyurlar. Fizikada da eləsinədir. Məsələn, təsir əks təsirə malikdir. Bərabərdir, məsələn. Bunlar niyə beləsinədir? Elmdə, niyə beləsinədir? Ədəbiyyat elmində, riyaziyyat elmində, fizika elmində, astronomiya elmində, sair dünyəvi elmlərdə görürsən ki, kitabları oxuyanda adam kim necə gəldi dərs oxuya bilməz dünyada. Almaniyadakı təhsil sistemi ilə Azərbaycandakı təhsil sistemi, Yaponiyadakı təhsil sistemi məlumat baxımından fərq eləmir. Metodoloji baxımdan fərq edir. Həmən qanunların üzərində o metodologiyası fərqlidir, bununki metodologiya fərqlidir, amma qanun eynidir. Bir üstə gəl, bir, riyazi qanunda bərabərdir, 2. Yapon biri birə vuranda, biri birinin üstünə gələndə 4 deyir. Afrikalı 5 deyir, şimalda yaşayanlar 6 deyir, yox. Çünki bu riyazi qanun. Bu qanunun qarşısında millət anlayışı noldur, sıfırdır. Fizikada Einstein gəlib bir dənə nisbilik qanunu, məsələn, icad edir. Bütün dünya alimləri də sübutla, dəlillə tabi olublar bu qanuna. Tabi olanda deməyiblər ki, bu Yahudi olduğuna görə biz bunu qəbul edəmirik. Nə deməkdir bu? Yəni, elmidə millət nədir? Millətçilik nədir? Sıfıra bərabərdir. Elmi mövzularda millətçilik eləmək nəticəsi bir nə olar? Savadsızlıq. İndi bir dənə Yahudi, bir dənə elmi qanunu kəşf edir. Sən də onun millətini bəhanə getirəsən, deyəsən ki, bu millətdən olduğunu görə mən bu qəbul eləmirəm, qəbul eləmirsən, eləmər, dala qalacaqsın. Elmidə millət yoxdur. Mənəviyyatda da millət yoxdur. Mənəviyyatın qanunları var. İndi bir nəfər şeyxdir, alimdir, filoloqdur, filosofdur, məsələn, İbn Sina, məsələn, Fərabi, məsələn, Behmankəs, dünya çapında olan bir filosofdur. Fəlsəfədə, əqli mövzularda bir dənə qanun qoyur, qanunu da ispat edir məntiqlə. Dünyanın o birisi tərəfində yaşayanlar deyə bilməz ki, bizə bu məqbul deyil. Fəlsəfədə millətçilik eləmək ağılsızlıqdır. Elmidə millətçilik eləmək savadsızlıqdır. Mənəviyyatda da millətçilik eləmək gətirib çıxardacaq hara? Mənəviyyatsızlıqdır. Mənəviyyatın da qanunları var. Kimdirsə fərqli olmayaraq, hansı millətdən bir dənə adam dursa, mənəviyyat aləminin bir qanunun icad eləsə, kəşf eləsə, onu desə və dəlil və sübutla desə, dünya gərək onu neynəsin? Qəbul eləsin. O adamın milliyyətini gətirə bilməz əsas. Mən qəbul eləmirəm. Quran-ı Kərimdə məsələn mənəviyyat məsələsində, insanın ruhi inkişaf mövzusunda Allah bir dənə qanun deyib orada. İndi qəbul edirsən elə, eləmirsən eləmə, bu öz işindir. Dala qalacaqsın. İnkişafdan dala qalacaqsın. Allah da deyir ki, insanın ruhunun böyüməyinin qaydası var. Zərif adam, özbə yaşı pişirməyin qaydası var. O qaydadan mən çıxsam, özbə yaşı pişirə bilərəm? Yox. O olacaq kaşa. Axırda, o olmayacaq özbə. Çünki onun qaydası var axı.
Nə bilim, birinci, mən bilmirəm də, o qardaş yaxşı bilir. Onun vaxtı var, vədəsi var, düzünə vaxt tökəsən, kələmi, zadı, markovkanı ha vaxt tökəsən, yağını nə qədər eləyəsən, qaydaları var, neyi nədən sonra tökəsən, yeməyə, qatasan. Qaydası var da ama. Aşın bişmə qaydası olduğu kimi, insan ruhunun da bişmə qaydası var. İnsan ruhunun bişmə qaydası var. Allah o bişmə qaydasını deyir. Sən istəyirsən ruhun kəmala çatsın, совершенстве yetişdirir sənin moralnost, nравственность, mənəviyyat, əxlaqın, личность, nematerialnin личность, maddi kimliyin yox, sənin papağın yox, paltarın yox, sadığın bahalığı yox, maşının bahalığı yox, bu sənin materialist doğrunun liçnisti bu. İnsan şəxsiyyətinin maddi tərəfləridir bu. Biri bir otaqlı evdə yaşayır, 20 il büyük, biri 40 otaqlı evdə yaşayır. O onun materialni göstəricisidir. Maddi göstəricidir. O ondan söhbət gedir. Mənəvidən gedir söhbət. Mənəvi nədir? Allah qanun deyir. Mənəviyyatın peçat qanunudur bu. Bir kəlmə. İnsan məhəbbət etdiklərinin üstünə bir ayağın qoymasa, ikinci ayağın həqqin yanına qoya bilməz. İnsan həqiqətə çatmaq üçün, kəmala çatmaq üçün mütləq istəklərinin əksinə getməlidir. Deyirsiniz ki, elə niyə? Cavabı budur ki, yolu budur. Yolu budur. Palçıqlı yolda istəyirsən ayağına palçıq batmasın, yeriyəsən, rezin sapok giyəsən. Yox, mən rezin sapok giymir, mən ged palçıq. Get balaqlarında istansın, başında istansın, palçıq olasan, giymir qardaş, özün biləsin. Amma bulaşacaqsın. Qayda budur. Allah deyir, qayda budur. Sevdiklərinlə bağlantılığın olan şeylərdən qırılmalısan ki, azad olmalısan. Ramazan ayının fəlsəfəsi budur. Bütün günü sevdiklərinlə Allah səni mübarizəyə atıb. Bütün günü sevdiklərinlə yox deyirsən. Özdə ki, çox qəribədir. Allah Teala böyük sevgilərdən başlamıyor. Heyvani və ibtidai isteklərdən başlayıb Allah orucda. Yemək istənilən şeydir də. Yemək ama aşağı məhəbbətdir də. Yatmaq, üzr istəyirəm, oğrusu yatmaq, aşağı məhəbbətdir də. 9 dənə şeyə baxın, 9 məsələnin arxasında qərizə durur, çoxu qərizədir. Qərizə nəyə deyirlər? Qərizə o kaçistvalara, o xüsusiyyətlərə deyilir ki, heyvanat aləmi ilə paraleldir. Ayda yatır, mən də yatırım. Ayda su içir, mən də su içirəm. Ayda nəsil artırır, mən də nəsil artırır. Ayda yiyir, mən də yiyirəm. Ayda nəfəs alır, mən də nəfəs alır. Nəfəs almaq, yemək, yatmaq, durmaq, bu kimi şeylər. Əgər heyvanat aləminin həyat tərzində də bu xüsuslar varsa, bu keyfiyyətlər varsa, bunlara deyir, İslam deyir, qərizə. İnsanın qərizələri. Qərizələrdən sonra başqa qapı açılır. O qapı açılmalıdır. Biz elə qərizələrdə ilişib qalmışıq. Biz elə heyvanla müştərək olan məhəbbətlərimizə qarşı çıxa bilmirik. Heyvanda olan
istək və qərizələr müstəvisində biz hələ əlləşirik. Orucu heç düz əməlli tuta bilmirik. Qaldı ki, insanla bağlı yuxarı məsələlər var, yuxarı dəyərlər var. Və Allah Teala çox qəribədir. İnsanın ibtidai sevgilərindən başlayır aşağıdan. Yuxarıya doğru aparır insanı. Orucda. Orucun ilk şərtləri 9-dur. Amma mənəvi şərtləri bu üstünə qədərdir. Məsələn, Peyğəmbərdən soruşurlar ki, oruc barəsində Həzrət Peyğəmbər buyurur ki, oruc 3 cürdür. Qarın orucu, dil orucu, ürək orucu. Oruc olduğun halda bəzən bizim ancaq axşam qazancımız 9 saat dözürük, nəticə aldığımız qazanc qarın orucu həddində orucu həyata keçirdirik. Məsələn, gün ərzində oruc ağızda nə qədər qeybət edirəm, nə qədər böhtan atıram. Dilim orucdur. Nə qədər qəlbimlə mübarizə edəyəm, qəzəbimlə mübarizə edəyəm. Qəzəb qəlbə aid olan tərəfidir də orucun. Özü fikir verirsin, oruc adında adam nə olur? Fikir verir. Əsəblər hamı tarazlanır. İmtahandır. Mənəvi tərəfin orucluğuna dəvət edir Allah'tan. Yaxşı. Bəs insan mövzusu, insan nədir mövzusu? Ma huvel insan. Kimdir insan? Sualın ətrafındadır mədəniyyətlər fərqlənir. Mehver odur. Yaranın özəgi odur. İnsan kimdir sualı dəqiq müəyyən olunsa, düz təqdim olunsa, avtomatik yol da düzəlir, məqsəd də düzəlir, həyat da düzəlir, səadət də öz mənasını tapır. Nəyə görə müminin səadət anlayışı ilə kafirin səadət anlayışı fərq edir? Niçin? Kafirlər xoşbaxtlıq, şəst ya xoşbaxtlıq deyir ha, kafir insanlar. Məsələn, adama maraqlıysan ki, в чем ты видишь счастье? Özünə bir dənə xoşbaxtlıq düzəldir. Qadınlar məsələn xoşbaxtlığı bilsən də bilir, əri olsun, uşaqları olsun, əri yaxşı yiyib içirsin bunları, dolandırsın. Bu meyyarlarla axıda deyir ki, yaş şəsiyi var. Mən xoşbaxtım. Aya xoşbaxtlıq bildir. Niyə xoşbaxtlıq mövzusu fərq edir insanların içində? Çünki insanla bağlı fərqli düşünür. O adamlar ki, insanı ana bətnindən qəbrə qədər hesab edir, onların xoşbaxtlıq anlayışı da fərqlidir. O adamlar ki, ibtidasını Allah'tan bilir, intihasını da Allah'a doğru gedən hesab edir. Məsələyə belə baxılır. Onun da xoşbaxtlığı dəyişəcək. İndividual olaraq. O xoşbaxtlıq obrisindən deyil. İndi bilirsiniz, bəla hardadır? Bəla ondadır ki, mal mala qatışıb. Namaz qılan, 15 ilin namaz qılanı, kafirin özünə dəyər elədiyi xoşbaxtlığı bu da özünə seçir. Bu da xoşbaxtlıq özür baxır. Çünki məsələni başa düşmür. Bu təhlükələr var ha, bu zarafat şey deyil. İnsanda bu problemlər ola bilər, bu təhlükələr ola bilər. Baxışlar niyə dəyişir? Dünya görüşü niyə dəyişir? Fikir niyə fərqlənir? İnsan mövzusunun ətrafında. İndi biz görək ki, insan varlıq olaraq Allah Qur'anda insanı nə cür təqdim edir? Mövzu məsələn, insan Qur'anda. Əl-insanu fil-Qur'an. İnsan Qur'anda kimdir? Qur'anın təqdim elədiyi insan kimdir?
Bilirsiniz neçə dənə cavabı var buna. Burada başlasam, bəlkə bir 500 dənə sayaram. Qurandan. Quranın məntiqində insan xəlifədir, 1. Yaradılışın əşrəfidir, 2. Quranın təqdimatında insan əkrəmdir, kərimdir. Və ləqəd kərrəmnə bəni Adəm. Quranın təqdimatında insan kərimdir, üstün yaradılışdır, mahiyyəti üstündür, keyfiyyəti üstündür, yaradılışı üstündür, əhsənə təqvim. Allah Teala insan barəsində deyir ki, mən insanı ən gözəl biçimdə yarattım. Самый совершенственный существует человек. Ən üstün cəhətdə yarattı. İnsan Quranda əbədi varlıq kimi təqdim olunur. 5. İnsan Quranda məqsədli yaradılış təqdim olunur. 6. İnsan hədəfli yaşamalıdır. 7. İnsan barəsində Quranın bu baxışıdır. Quran deyir, insan belə olmur. Mən yaratmamışam. Mən yesi mənəm deyirəm, budur da bunun qaydası. Mənəviyyat qanunlarında Allah verir. Baxın, insanla bağlı mövzu dünyada müzakirə olunsa ağıllıların içində, bəşər xilas olar zülmüdən. Bəşər xilas olar fəsaddan. Münasibətlər oturar yerine. İnsan insanı aldatmaz. İnsan insanı hoqqabazlıq eləməz. Hoqqabazlıqların kökünün hamısı qeydir düşüncəyə. İnsan necə düşünür, ocu yaşayır. Niyə bəzi adamların qabağına milyard qoyurlar, milyon, trilyon qoyurlar? Bir kəlmə sözü deyirlər ki, bir dənə çıx televizorda, bir dənə bu sözü de bunu, so yaşılışırdı sənin. O deyir ki, yox. Niyə Həzrət Əli Aleyhisselama gəlib deyirlər ki, quyular bizim əlimdədir, bizim əlimizdədir, ya Əli, icazə ver, bağlayan quyuların ağzını, Muaviyyənin qoşunu su içməsin. Yaxşı momentdir. Bunların hamısını kökün kesərik. Həzrət deyir, yox. Niyə yox axı? Niyə 6 nəfər şura yığılıb Ömərin hakimiyyətindən sonra Həzrət Əleyhisselama deyirlər ki, sən xəlifə olsun, necə idarə edəcəksən, hansı üslubda? Ya Əli, bir dənə bunları yola ver burada, olar bədə. Bir kəlmə desəylər Əleyhisselam oldu ki, Peyğəmbərin sünnəti ilə, məndən əvvəlki 2 xəlifənin sünnəti ilə idarə edəcəyəm. Bunlar hamısı beyyət edəcəklər Əleyhisselam. Həzrət buyuruyor. Peyğəmbərin sünnəsi və öz iştihadımla idarə edəcəyəm. Bir dənə yalan danışsaydı, iş aşırmışdı. Bir dənə yalan danışsaydı, bizim cılız başımızla ki, məsələləri belə təhlil edirik, biz hesab elə ki, 25 il Həzrət Əli düşəcəkdik qabağa. Niyə demək? Ya İmam Hüseyin Aleyhisselam, bir dənə yüngülü bari danışsaydı Yezidlə, yüngül, sərt yox. Məktubdan zatdan məsələn belə bir şey yazaydı ki, bilirsən, idarə edirsən elə də, mənlə işin olmasın, mən də qatışmıram esniyə. Bıraxacaqlar İmam Hüseynin başını. Yəni, qatışmayacaq. Nə Əli Əkbər doğranacaqdı, nə Əli Əsgər oxlanacaqdı. Nə xırda balalar susuz 5000-4000 kilometr ayaqları parça tikib Ərəbistanın səhrası ilə gedəcəkdi. Nə xanım Zeynəbə qamısı deyəcəkdi. Bunlar olmayacaqdı. Siz elə bir İmam Hüseyin bunları görmürdü. Niyə demək olmaz? Bilirsin nə demək olmaz? Çünki mənəviyyat aləminin də qanunları var.
Mənəviyyat aləminin olmazları var, olmaz. Olmaz var, olmaz. Bir insan ki başa düşmədi olmaz, heyvan ondan yaşır. Bir insan ki başa düşmədi olmaz, heyvanın elə bilmədiyi fəsadı o eləyər yer üzündə. Allah olmazı öyrədir bizə. Olmaz. Diyan bax suya, ağzın suyu tökülsün. Axşamacan gözdən. Nə öyrədir bizə Allah? Bu oruz bizə nə öyrədir əslində? Olmazı öyrədir də. Başa salmaq istəyir, insan, sən gəlməmisən restorana. Dünya restorandır. Burada bəzi şeylər geri eləməyəsən. Olmaz ki, o olmazlar da buna görə yoxdur ki, Allah istəyirsən məhrum olasan. Buna görə istəyirsən adam olasan, istəyirsən böyüyəsən. İnsan böyüməz, olmaza riayət eləməsə. Olmazlar olmasa, insan böyüməz. Pulu böyüyər, imkanı böyüyər, muskulları da böyüyər. Amma özü böyüməz. Özü böyüməz. Allahın hədəfi insanın özün böyütməkdir. İnsanı xəlifə məqamına çatdırmaqdır. İnsanı mənəvi məqama dartmaqdır. Adəm yaranandan bu yana yer üzündə, günün bu günündə də sivilizasiyalar arasında da müharibələr və mücadilələrin motivasiyası budur. Boş söhbətdir ki, deyirlər ki, torpaq üstündə, məsələn, Fələstində mübarizə gedir. Onun zahiri torpaqdır. Görsənən tərəfi güya torpaq üzərində orada mübarizə gedir. Torpaqdır, bu sivilizasiya toqquşmasıdır. Dünyada bugün baş verən müharibələrin üzqabığı var. Cəmaata deyilən tərəfi var. Bir də içi var onun. İçi, onun dalı var. Arxa planda var, səhnənin dalı var. Dünyada bugün mücadilə və mübarizə, bu gəbi aləm deyil dünyada bir-birinə, iki mədəniyyətin toqquşmasıdır bu. İki sivilizasiyanın, iki panyatiyanın, iki fərqli dünya görüşünün, iki fərqli yanaşmanın, iki fərqli rakursun, iki fərqli düşüncənin mücadilə və mübarizəsinin nəticəsidir. Qırğın onun üstündə gedir. Bir tərəf deyir ki, nahaq yerə siz cəmaatı deyirsiniz ki, sabah var. Nahaq yerə siz cəmaata deyirsiniz ki, insan Allahla rabitəsiz yaşaya bilməz. Nahaq yerə siz deyirsiniz ki, insan əbədidir. Nahaq yerə deyirsiniz ki, siz insan istədiklərinin əksinə hərəkət etməlidir. Xeyr, insan istəklərinə doğru hərəkət etməlidir. Bu Avropa fəlsəfəsidir. İslam fərqidir. Biz necə? İslam cəmiyyəti biz nə vaxtacan belə bədbaxt olacaq müsəlman coğrafiyası. Müsəlman coğrafiyasının alnına yazılıb. Bədbaxtçılıq. Haracan İslami məfkuriyə sahib çıxmayana qədər. Dindarların içində dünya ilə bağlı başqa cür fikirləşənlər var. Dövlətlə bağlı başqa cür fikirləşənlər var. İbadət də eləyir, düşüncələrini qurdalıysan, görürsən ki, bu nastoyaşı Evropeysdir. Bunun da bir qram İslamdan əsər almaq yoxdur. Baxışı fərqlidir. Bu baxış düzəlməlidir. Bu baxış düzəlməlidir. Bunun da düzəlmə yollarından biri maariflənmədir. Maariflənmə, bəyan. Bəyan, maariflənmə, cəmiyyətlə inteqrasiya, insanlarla münasibət. Biz əlimizin üstünə qoyub, filfilo gəlib olmayacaq İmam Zaman zuhur. Bu tam səhv fikirdir. Bıraxasan zamanın ixtiyarına, Allah özə vaxt eləyəcək. Mənə var, yiyim, içim, gedim, yatım, durum, gedim tualetə və səlam. Uşağımı oxutdurum, əlinə sənət verim, ev eşik eləyim, dərdə baxa ki sən. İnsan dərdi gör nədir? İnsan özünə bunu dərd eləyir. Bir nömrə proqram eləyib həyatını.
O şeyi ki orada aktarır, orada yoktur. Hazreti Peygamber məsciddə güldü bir gün sahabelərə. Təbəssüm edir. Cəmaət, bunlar elə birinci sahabelər, ya bunlar bizə Peygamber göz qulaqdır. Bunlara canlı bir dənə adam idi gözlərin qabağında. Canlı nümunə, canlı behişt, canlı Kur'an bunların içində. Bunlardan yaxın ola bilməsi təsəvvür olunur. Həm fiziki, həm mənəvi. İlk Müslümanlardır bunlar, ilk Müslümanlar. Hələ bunlar ki Allah bunları Kur'an'da tərifləyir, Ənsarı tərifləyir, Muhaciri tərifləyir Allah Kur'an'da. Hələ bunlar ki Peygamber üçün çox canfəşanlıq elədilər. İndiki Müslümanların canfəşanlığı ölçəmdə dinləri üçün hara, Peygamberin zamanında olan Müslümanların öz dinləri üçün canfəşanlıqları hara. Tərəzini gözümü sən nə boydadır? Hanım Xədicə bütün varını, yoxunu verdi Peygamberin yolunda. İndiki Müslümanlar o qadınca yoxdular. Öz dinləri, marifləri, Kur'anları, ilahi mədəniyyətin yolunda insan gələ uf deməyə, uf. Hanım Xədicə o şəxsiyyət idi ki, var dövlətini gül elədi, taxtı Peygamberin yaxasına. Camaat qolun verirdi, başını verirdi, malın getirib verirdi Peygamber'e ki din geçsin baba, İslam geçsin baba. Bu fədakarlığı indiki zamanla ölçəndə 0.1 nədir, heç nədir. O adamlara görür ha Peygamber. Bizim isimizde olsaydı ne yerdi bize? O fədakarlara gülür Peygamber. Onlar təəccüb edirlər Peygamber'e ki, ya Resulullah, biz deyərik bu iniz qulaq çıxartmışıq bizə gülürsən, nəyimizə gülürsən? Həzrət buyurdu ki, gülməlisiniz siz, gülməli. Gülməli yaşayırsınız. Çünkülər harasıdır gülməli bizim yaşayışımız? Həzrət buyurdu ki, siz bir şeyin dalıcan düşmüşsünüz bu dünyada. Bir şeyin dalıcan düşmüşsünüz. Çox bərk düşmüşsünüz o şeyin dalıcan. Başa düşmüşsünüz ki, o Allah tərəfindən bu dünyada o şey yaradılmayıb. İllüziyanın dalıcan düşmüşsünüz. İlğımın, mirajın dalıcan düşmüşsünüz. Miraj bilirsiniz nədir? Baxırsan horizonta, elə bilirsən göl var istidə, miraj. Gedirsən gedir, çata bilmirsən. Peygamber buyuruyorsunuz bir şeyin dalıcan düşmüşsünüz. Siz sırada toçtusu olmuşsunuz bir dene şeyin dalıcan ki, o əslində bu arlıqda yoxdur o. Boş şeyin dalıcan düşmüşsünüz. Sual verdiler ya Resulullah, o nədir ki Allah onu bu dünyada yaratmayıbdı? Ama biz elə bilirik ki yaradıb ve onun dalıcıyıq. Həzrət buyurdu, ər-rahətə fid-dünya. Dünya rahatsızlığı yok diyor. Oynamağa gəlməmisən. Bura kafedir. Nədir bəs? Sovqdır, sovq. Sovq yəni bazar. Dünya sovqu. Peygamber böyle dünya bazardır. Alan var burada, bir de satan var. Satan sensen insan. Alıcın iki dənədir. Biri şeytan senden alır, biri Allah. Şeytan sende olanları alır, zayi edir. Allah sende olanları alır, sənə qeytarır 10 qatına. Ve sen insan, bu dünyada qəbrə qədər olan müvəqqəti, məhdud bir müddətdə, az bir müddətdə ki, bir qığılcım kimidir, ildırım qığılcımı kimidir, şimşeyi kimidir. O müddətdə sən kimə satdığına bax, sonra peşman olursan. Vay, adam bir de o maşını ucuz satır, 10 il üstüsü çıxmır təpəsində. Deyir ki, çox ucuz sattım mən bunu. Çox ucuz, biri səndən maşını idi, ayaqlasın. Borcum var deyil, daha məcbur oldum sattım. Adam maşınımı satmışsan ucuz, öldürürsən özünü, sən xəbərin yoxdur. Özünü ucuz satmışsan xəbərin yoxdur.
Özünü çox ucuz satmısan. Boş şeylərə satmısan özünü. Boş şeylərə alıb səni aludə edib özünə. Burulğan kimi çəkib fırladıb yapışdırıb özünə. 10.000 volt kimidir dünya. Məsafəli durasan gelir. Məsafəli durmasını şap edib yapışdıracaqsan özünə. Dartıb aparacaqsan ki. Bəs insan yaranandan ta qiyamətəcən bu mövzu ən aktual mövzudur yaradılışda. Ən aktual və ən üstün mövzu budur. Sual budur. İnsan həyatında Allahın zəruriyyəti nədən ibarətdir? Niyə insan övladı Allahla irtibatda yaşamalıdır? Ya digər formada sual verək. İnsan həyatında Allahla rabitəli yaşayışın dəlili nədir? Hardan doğur bu zəruriyyət? Cavabı budur. Bunun cavabı həllisi var, bir cavabı nəqzisi var. Cavab iki cür olur həmişə. Cavab həmişə həllidir, bəzən nəqzidir. Qarşı tərəfi düşündürmək üçün. Qarşı tərəf düşünsün deyənə Allah bəzən Quranda cavabı həlli verməyir. Kafirlərin sözünə cavabı həlli cavab verməyir. Cavabı nəqzi verir. Ki qarşı tərəf düşünsün. Cavabı nəqzisi budur ki, insan Allahla da rabitə qurmasa, məcburdur kimlənsə rabitəli yaşasın. Allah'a koyduk kırağa. Başa düşmürük biz ki, insan rabiteye mühtacıdır. İnsan irtibatlı varlıqdır. İnsan neyinsə irtibat tapacaq. İnsan neyəsə bağlanacaq. İnsan yapışkan kimidir. Saqqızdır bu varlıq. Harasa bu yapışacaq. Quran belə deyir, bu məntiqlə danışır. Quran üstünüzü de harasa yapışacaksınız. Öyle mənə yapışın da, kardeş. Siz insanlar onsuz da ibadet edeceksiniz. Ya pula, ya məqama, ya yaxşı dolanışığa, ya yaxşı qadına. Quranın məntiqi dəhşətdir ya. Quran deyir, insan onsuz da abiddir. Kimdir o abid değil bir dənə mənə göstərin? Abid olmayan var mı? Quran deyir, yoxdur. Ben nədir dava? Nə istəyən bu cemaatdan ha Quran? Quran biz nə deyir? Hamımız abidsiniz. Ama nəyə? Nəyə abidsin? Quranın məntiqində 3 sort insan var. 3 sort ibadət var. Ve 3 tane məbud Allah xəbər verir Quranda. Biri həqiqi məbuddur, ikisi yalancı məbuddur. İnsan Allahla rabitələnməsə, mütləq ona bu məsələdə nəfsi hakim olacaq. İnsan həyatda yaşayacaq, nəfsi ilə, özü öz nəfsi ilə rabitəli. Buna deyirlər, özünə məbud qərar verərək yaşamaq. Nəfsini özünə hakim edəcək. Dində də olacaq, namaz da qılacaq, Kərbala da gedəcək, həcə də gedəcək. Amma hər şeyə öz nəfsi rakursundan baxacaq. Nəfsi öldürməyib özündə. Müştehidi də zövqü ilə seçəcək, moizəni zövqü ilə seçəcək, ayələri zövqü ilə seçəcək, musiqiyə zövqü ilə qulaq asacaq, ailəsini zövqü ilə idarə edəcək, xidməti zövqü ilə. Quran deyir, burada hanı Allah? Hanı Allah burada? Bu həyat tərzində, harasındadır bunun Allah? Nəfsini götürmüsən, özü Allah eləmişsən. Əfərəəytə mən ittəxəzə
ilahahu heva. Ulaike kel-en'am. Allah bilirsiniz ne buyurur? Allah Teala buyurur ki, benim peygamberim, benim habibim, benim canım, benim hidayet edenim. Gördün mü o kesi öz isteklerini özüne ilah karar verip ve o heyvandan da aşağıdır. Dindar olmak öyle bilirsiniz, xilas oldu. Dindar olandan sonra başlayır problem. Biz öyle bildik ki dindar olduk, çurik tutmuşuz. So, bizde daha her şey düzelir. Namaza başladın gelir, zırıldı. Kərbalaya getməmişsən, rahatsan, kif elə. Yenə də məsuliyyətin var. Amma vay o gündən ki, Kərbalaya gedəsən, o yeri görəsən, onları baxasan, sonra gələsən, yenə əvvəlki vəziyyətdə vay o. Adama deyərləsən, neyə qeyb ziyarət edəmsən? Nə başa düşdün, ekskursiya gedmişdin? Putuşestvə gelmişdin, Qavay adalarına gelmişdin. Çıxıb gəldi, fırlanıb gəlib heçdir. Həcə gelməmişdən qabaq az söyüş söyürdü, indi gəlib biraz da artırıb. Niyə bu baş verir axı? Niyə belə olur axı insan həyatı? Quran deyirsən, ya öz isteklerinin hükmü altında yaşayacaksan, senin şəxsiyyəti və yaşayışı və nəfəsi və düşüncə və sevdikləri və həyat tərzi və etdikləri və hakim olacaq. Senin öz nəfs isteklərin. Ya belə yaşayacaqsan. Bu yaşayışın adına Quran deyir, azad, mənfi azad. Mənfi, yalancı azadlıq. Yalancı azadlıq. Bu məktəbi Avropa təbliğ edir bugün. Avropanın təbliğ elədiyi mədəniyyət, materialistlərin təbliğ elədiyi mədəniyyət, deistlərin təbliğ elədiyi mədəniyyət, o mədəniyyət budur. Bunlar insanlara bunu aşılayırlar ki, azad olun kişi, azad insan o insandır ki, daha çok öz isteklerine hayata geçirsin. Ben hayata geçirirəm bütün isteklerimi. Benim pulum, varım, dövlətim, ürəyim isyanı alıram, yiyirəm, içirəm, keyirəm. Azadlığı da bu değil. Quran buna deyirsən, bədbaxsan sən. Sen daha da yine ben qarnı otaranam da. Bu bir. İkinci hayat tərzi, Kur'an'ın məntiqində ən biyabırçı bir həyat tərzidir. Ən biyabırçı və rüsvay. Ən pisi budur ya. Quran bana deyir zillət, dillət, dal, zalil, dalil, mudill. Bu nədir? Zəlil kimdir? Quran qəhqəhə ilə gülür bunlara. Bu əvvəldə dediyim var ha, bunlar bobatdılar biraz. Öz kişi tabi olmur, öz istediği kimi yaşayır. Mən, özü də fırlanır o mənim başına. İkincilər bədbaxtdır. Quran deyir, ikinci dəstə var. Bunlar o qədər zəlildilər ki, başqa bir doğulmuşun istəklərinə uyğun yaşayırlar. Tağutun balaları. Azərbaycanda bir dənə nəsil formalaşıb bugün. Geyimlərini də öz istediği kimi giyinə bilmir. Rəisin istediği kimi giyinir ki, onun xoşuna gəlsin.
Birinci variantda bu ilişki insan ancaq özüdür. İkinci variantda özüdür. Başka birisinin iradəsinə təhkimdir. Başka birisinin özü kimi doğulmuşun, başka birisine təhkim olur. Onun ile iradəsinə gedir. O ne dedi, odur düz. O ne fikir söyledi, odur düz. Liderdi vəssalam. Lider ne deyir, odur. Gedin görün ne ora, gedib girəcək ne ora. Niye deyə bilmir? Manqurt. Başını sağa aşağı gedir. Kaftar qoyun kimi. Allah deyir, bunlar zəlildir. Bu tip, bu müstəvidə, bu sistemdə yaşayan insanlar zəlillərdir. Muzillidir bunlar. Üçüncü tip insan nümunəsi deyir Allah Kur'an'da. Üçüncü tip insan nümunəsi müminlərdir. Müminlər ha. Mümin. Şimdi bunlar üçüncü tip dəstənin adı hürrdir, hür. Üçüncü mexanizm, üçüncü sistem obraz жизни. Третья форма образ жизни в Коране – это по линии хуррият жить и творить. Что такое hürriyet? Nedir bu hürriyet? Hür kime deyirlər? Kur'an'ın məntiqində hür o adama deyirlər ki, %100 tam Allah'ın itaətindedir. Danışığın da Allah deyən kimi zürriyim. Dostluğu da Allah deyən kimidir. Yaşayışı da Allah deyən kimidir. Yani bu insan düşüncesinde, kalbinde ve hayat terzinde Allah'ın iradəsiyle müvafiq yaşayır. Allah ise yok gücü yok. Bunlara deyirlər hür insan. Dünya yığışsa Kur'an deyir bunları sındırabilmezler. Sınmır bu. Ümumiyyətlə sınmaq bunlara aiddir. Cəmiyyəti parçalayacaq. Cəmiyyətə minillərlə hakim olan dəyərləri o bir nəfər qalxızıb ağzı üstə qoyacaq. Cəmiyyəti çevirəcək. İnsanları çevirəcək. Getdiyi mühiti dəyişəcək. Ama mühit onu dəyişməyəcək. Bunlar biz hansı insanlardır? Allah bunlardan Kur'an'da bir söz danışır. Ne tür danışır? Allah bunlardan Kur'an'da danışanda demir bunlar iman getiriblər. Deyir kutibe aleykum. Ketebel iman, üzür istəyirəm. Ketebel imanu fi kulubihim. Demir yadhulul imanu fi kulubihim. Yadhulul imanu fi kulubihim değil bunlar. Yadhulul imanu fi kulubihim bizim. O da olabilse ya. Hele yukarı söz dedim. Özüme düşün. İman qəlblərinə girmişlər. Mənası üstünədir, çıxa da bilər. Dəyməmisən də elə buna. Xoş rəftar edirsən, elə yerindədir. Balıca bir dənə dey ona, görələ o iman oradadır. Bir dənə 5 yaşında uşağı evində alışıb ot tutsun, kuxuna da yansın. Sonra bu o qalacaq orada. O dərəcədə qalacaq ya yox. Ya üsyan eləyəcək. O yadxulul imanu fi qulubihimdir. İsti yerdə, sakit yerdə qəlblər elə imanda olar da. İmanlar elə harda olar? Qəlb, indi 45 dərəcə soyuq var, saxla o iman. Allah bir dərəcə imandan danışır, onlardan danışır. O sınmayanlar var ha. Zaman onları değişmir, pul onları değişmir, məqam onları değişmir, mühit onları değişmir, mədəniyyət onları değişmir. Onlar sabitdiler, dağlardan da artıq sabit insanlardılar. Ustoyçu insanlardılar, möhkəm adamlar. Allah deyir onlara, kətəbəl iman fəqulun. İman bunların ürəklərinin divarlarına yazılıb. Bir dənə dərəcə Kur'an'da imanlılardan danışıb. O deməsəm yaxşıdır. Onu çıxsa lap yağıcılır. Yani adam biraz uzaklaşır şikar adamdan.
Adamlar düşür quyunun dibinə. Zuyyinul imanu fi qulubihim. Bu İmam Hüseyin ağadır. Bu müstəvi o. O aləmə aiddir. Allah düz nə deyir? Bəzi müminlər var. İman onların qəlblərinin bəzəyidir. Nə yazılan söz? O dərəcəyə çatıblar bunlar. Bunlar o qədər sabitdirlər. Bugün dünya müsəlmanlarının sabit məfkuriyə malik olmaqlarına möhtacıq biz. Sabit imana, sabit dünya görüşünə, sabit həyat tərzinə, mütəzəlzil olub müminlər. Mütəzəlzildir. Mütəzəlzil bilsin nə? Sirkələnir. Vibrasiyadadır pastiyan. Duyanmır bir dənə. Öyle vibrasiyada, şəkdədir bu. Vibrasiyadadır bu. Bunun qoşublar telefonunu vibrasiya insan qoşun bırıldığı səhərəcən. Sabit olmayıb bu. Allah müteal insanla bağlı daim duranda bu həqiqətə cəhd edir Allah. Biz ayələri oxuyanda görürük ki, insan Allah'ın insan həyatındakı zəruriyyətindən danışır. Allah deyir, həkiməm mən ay bala, aliməm mən ay bala, səmi'ul basir. Allah sifətlərini, baxın bir dənə Quranda nə qədər Allah özü tevhid nöqteyi nəzərindən Qurana baxın. Hər ayənin sonunda Allah niyə işarə edib? Özünə. Özünə yəni neyinə? Sifətlərinə. Bu sifətlər kimdən rabitədədir? Məxluqla. Sənə qurban. Allah rəufdir. Məxluq olmasa nəyə rəuf olsun bu? Allah rizzaqdır. Ruzi alan olmalıdır ki, bu razıq olsun da. Allah'ın bütün böyük sifətləri insanla bağlı aşkardır. İnsan var deyənə rəzzaqdır. İnsan var deyənə həkimdir. Məxluq var deyənə xaliqdir. Dikkat edirsiniz? İnsanın Allah barəsində tanıdığı bu sifətlər məxluqdan xaliqə doğrudur. Biz məxluqa baxıb anlayırıq ki, Allah'ın Allah'dır. Promo bizim dostluğumuz yoxdur, o baş bizdə yoxdur. Biz baxaq Allah'a görə bilərik. Biz Burhan-ı Sadiqinlə gedirik. O mən hardayam ki, mən onu başa düşüm. Onu İmam Hüseyin başa düşə bilər. İmam Hüseyin deyir Ərəfə duasında, bu duanı 14 əsrdə alimlər başın fırladır, baş açmırlar İmam Hüseyin burada nə deyir. Bu nə duadır İmam Hüseyin eləyib Ərəfə duasında. Biz nə deyir? Deyir, ilahi pərverdigara, mən səni sənlə tanıdım. Get fikrə. Bu necə yəni mən səni sənlə tanıdım. Və biz nə ilə tanıyırıq səni? Biz səni yaradılışınla tanıyırıq. İlahi, mən səni bu yaradılışın olmasaydı, tanıya bilməzdim. Xilqət olmasaydı, mən səni hardan tanıyaydım? Şairin şeiri olmasa, şairi mən hardan tanıyayım? Rəssamın sənəti olmasa, sənəti mən baxmadan rəssamı hardan tanıyayım? Bizimki budur, bizimki məxluqa baxıb xaliq tanımaqdır. Amma insanlar var, deyir ki, ilahi, mən səni sənlə tanıdım. Nə sözdür bu? Bu nə sözdür, başa düşmək olur. Balaca başda açındır. Biz hələ o yolla gedək, o cığırla. Məxluqla xaliq tanımağımızı kamil edəyik. Heç o da kamil deyil axı. Sual verirəm, gün ərzində puldan çox fikirləşirsiniz ya məxluqdan? Bir insan beyni ki, gün ərzində puldan, evdə arvad nə istəyirdən, uşaq nə istəyirdən, dan. Bütün günü budur beynində, bunun havaq vaxtı çatır ki, məxluqdan fikirləşir və məxluqdan gedə Allaha doğru. Bu heç ağlı bunun Allaha doğru seyir eləyə bilmir, qaldı ki, qəlbi. İnsan qəlbinin Allaha doğru seyri suluki var. İnsan bunun üçün gəlib dünyaya.
Hələ bu insan ağlı ilə seyri sülük eləyə bilmir. Bu harda qəlbi ilə eləyəcək? Təfəkkürü ilə Allah'a seyri sülük eləyir. Seyri sülük yəni gəzinti, seyri sülük yəni axtarmaq, seyri sülük yəni məstiyyət, məst olmaq bu sifətlərdə. Gün ərzində 5 dəfə məcburi Allah tutur boğazımızdan getirir, deyir, gəl yanbırda namaz qıl mənə. Heç orada da mən onu xatırladım. Ən yaxşı yeri orada da yerim. Orada da bazar gəlir girir başıma, orada da pulu gəlir girir başıma, orada da övlad gəlir girir başıma. Sonra da deyirəm Qədir gecəsi. Qədir gecəsi həyat gecəsidir. Bu gecədə insanın məfkurəsi və düşüncələri və qəlbi oyanmalıdır. Ne tərz eləməliyiksə oyanmalıyıq biz. Burada oyanmadıq, bir il getdi. Hədisdə var ki, insanın bir illik müqəddəratı Qədir gecəsində təyin olunur. Necə? Qədir gecəsini hansı halda keçirdin, o hakim olur bütün həyatı yok. Bir il. Gör, nədir bu gecənin əhəmiyyəti var və nə qədər bu gecə əhəmiyyətlidir və önəmlidir və bu gecə barəsində nə etməliyik ki, biz burada oyanmalıyıq, nə də değişməlidir. Değişməyirsə sabah, deməli bu ki, ötüb gedir. Minmisən maşına, bilmirsən hara gedirsən. Minimum faydalar alırıq biz. Allahla insanın rabitəsi mütləqdir. Ehtiyac yoxdur bunu sübuta. Sübuta başlasan dərindir. Bizim dinimiz, elhamdülillah, burada başqa dinin nümayəndələri yoxdur ki, mən sübut edeyim onu. Sübuta ehtiyac var, yox. Allahla insanın rabitəsi nədir? Zəruridir. Burada da onu zəruri bilənlər yığışır. Burada oturanların hamısı Allahla rabitəni zəruri bilir ki, namaz qılır da bu. Zəruri bilməsə namazı qılmaz ki. Zəruri bilib namaz qılmalıdır da, mod üçün qılmamalıq bu namazı. Yaxşı, mən elə güman edirəm ki, hamımız Allahla rabitəni zəruri hesab edənlərik burada. Sual, Allahla rabitə necə gerçəkləşir? Başa düşdük zəruridir. Necə? Bu necə baş verə bilər? Bu proses, mexanizm necədir? İki cürədir. Bir yuxarıdan aşağı, bir aşağıdan yuxarı. Yuxarıdan aşağı rabitəni pravada, yuxarıdan aşağı atılan pravada, kontakt, svязка. Bu yani yuxarıdan atılan pravada, primitska. Ha. Allah bir tane primitska atıb, deyim, qoş da lampovu. Sən qalıb orada 220, gedirsən akkumulatora qoşursan lampovu, part deyib yandırır. Çünki o 12 volt taxır. Bu sənə verilən lampanın 120'dir bu, 220'dir bu. Sən apağı qoşsan part deyir, apağı qoşsan part deyir. Yatı qoş da bura. Yox, fırlanır o pravadanın başına, ürək eləmir apağı lampanı qoşsun ora. Apağı qoş da ora. O atılıb. Allah Teala öz ətəyin çəkib. Mən inna hədəynahus-səbil və imma kafirən və imma şəkurən. İmma kafirən və imma şəkurən. Allah deyir, mən inna hədəynahus-səbil. Mən o pravadanı attım içinizə. Qoşulun ona. Zərətqiyə. İndi qoşuldu. Zor. Qoşulmadı, özür dilərim. Gidib başqa yerə qoşulursunuz. Siz dünyanın pravadalarına qoşulursunuz, mənimkine yox. O pravadaları mən qoymuşam, Əhl-i Beyt əleyhissalam onun o əsl jilasıdır. Qoymuş sonu qırağa gedib nitqalara qoşulursunuz. Baxın. O rabitənin birinci tərəfi yuxarıdan aşağı. Bir dənə də Allah Teala'nın gör rəhmətinə baxın. Bir dənə də pravada imkanı verib, bizə verib o imkanı. Deyib, siz də aşağıdan yuxarı qoşun. O nədir? Dua. Biz dua edərik.
Namazı qıldı, qarğa namazı qaçdı getdi. Dua yoxdur. Dua gündə nə qədər dua edir? Sən Allah, biz istinlidə belə çəkəsən yorğanı başı axşam, danışasan Allah'ınla, bir saat danışasan Allah'ınla. Bunu kim eləyir? 5 saat danışım mən Urus matışkəsiyim. Kim eləyir bunu? Açıq deyə, öz edib Liboy vaxtsən qoşur. Yuxarıdan gələn provada vremenlidir, pastayanlı provada. Aşağıdan da bir dənə Liboy vremə bir dənə. Şeydə, burada pereskurant yoxdur qapında. 24 tutanın Liboy anında at primskalı yuxarı. Ama at. At mən tutacağım. Ona deyirlər dua. Bəs dua ilə vəhy qardaşdırlar. Əkiz qardaşdırlar. Dua aşağıdan yuxarı gedən rabitədir. Qur'an yuxarıdan aşağı gələn rabitədir. Mənim əzizim, nə Qur'an oxuyuruq, nə dua edirik. Ramazan ayı bu ay gəlib girib kim nə qədər Qur'an oxuyur? İmam Sadiq Aleyhisselam bu işi Şiə gerək minimum gündə 50 dənə ayə Qur'andan oxusun. 5 ayə minimum. Hanı bu Qur'an oxumaqla? Ramazan ayıdır. Bu ayda süper Ramazan, Qur'an ayıdır da. Bu Qur'an ayıdır. Qur'anın baharıdır bu. Geçenci gündür, getdi 19-cu gün. Hər gün biz yığışıb, hərəmiz biraz Qur'an, biri Qur'an oxuydu, biz qulaq asa bilərdik. Getdi. Nə qədər əyyamə mə'dudat, onun üçün Allah bilir. Allah istehzanla deyib bunu Qur'anda. Əyyamə mə'dudat. Əyyamə mə'dudat, yəni adı ey. Tez keçən gedən günlərdir ya, tez keçəcək gedəcək. Bu hələ belə qalmayacaq, sürüşüb gedən günlərdir ya, müğayət ol. Tez qutarır ha, bu tez qutarır. Bahalı sigaretlər necədir ya və? Qoyan kimi biz qutarır. Üsbət eləmirsən biz dadını alasan. Öyle bir görün getdi. Allah deyir, çox bahalıdır bu günlər. Uçub gedir. Qur'an və dua. Qur'an şey məlumdur, mən istəyirəm bugün duadan danışım. Çox danışdım, çox üzr istəyirəm. Bir dənə Peyğəmbərdən hədisdir, onu tez-tez oxuyacağam duanın barəsində. Diqqət edin. Qur'anda bu ayə var, Allah Teala buyurur ki, və izə səələkə ibadi, o zaman ki mənim Peyğəmbərim, mənim Həbibim, ya Muhammed Mustafa sallallahu aleyhi ve sellem. Allah-u Teala şu və izə səələkə ibadi, səlavaz işləyib Muhammed. O zaman ki mənim bəndələrim məni səndən soruşsalar, Allah Teala deyir, ya Həbibim, mənim bəndələrim məni səndən soruşsalar, mənim barəm, Allah barəm, soruşsalar, fə inni qərib, deyinən ki mən yaxınam, çox yaxınam. Ucibu dəvətəd da və onları eşidirəm. Lakin şərtlə. Dikkat edin. İza, bu iza var ha burada. İza də'un. Əgər istəsələr eşidirəm. Talibdən buyurur ki, fəlyəstəcibu və qəbul edəm o duaları. Yaxşı, Qur'an-ı Kərim Allahın təqdim eləyəndə insanın dualarına nisbətdə necə təqdim edir? Duaları qəbul edən. Nə cür? Hansı formada? Şərti. Şərt nədir? Şərt nədən ibarətdir? Bir səlavaz işləyək Muhammed Allahümme salli ala Muhammed və ali Muhammed.
nəfər zahirən İmam Sadiq əleyhissalamdan sual elədi. Dedi ki, biz hardan bilək Allah mütealın dərgahında, həqiqət aləmində biz nə boydayıq? Bilən var bunu, heç kəs bilmir. Məfhuldur da bu. Namaz qılıruq, mən nə bilim bu namaz təpəmə deydi, yoxsa qaldı. Oruç tuturam, obusunu edirəm, yaxşılıq eləyirik, dinə xidmət eləyirik, İslamın irəli gedməsi üçün fəaliyyət eləyirik, biri pulu ilə eləyir, biri vaxtı ilə eləyir, biri evin eşiğini qoyub gəlib bu işi eləyir, biri pulla kömək eləyir. Bunlar siz elə bilirsiniz, qiyamətin günü partapartdır. Qiyamətin günü partapartdır. Kim nə bilir ki, kimin əməli nə buldur? Baxacaqlar nəyə? İki şeyə. Bir niyyətüvə, bir də səyyüvə. Qiyamətin günü insan əməli ölçüləcək onun hədəfi ilə, şəkli ilə yox. Hədəfi ilə, bir də səy ilə ölçüləcək, səy. Nədən, necə, nə qədər keçmirsən? Gördülər, maraqlıdır da bu, biz öldürürük özümüzü. Mənə elə gəlir ki, hamı üçün bu maraqlıdır ki, biz özümüz Allahın yanında nə boydayıq? Hara yüksəlmişik? Heç kəs də vura bilmir sinəsinə. Bilmirik. İmam Sadiqə sual verdilər ki, biz Allahın yanında hardan biləyik ki, nə qədəyik? Həzrət buyurur ki, baxın görün, Allah sizin yanınızda nə qədədir? Yəni Allah mütealın həqiqəti, ovsafı, Allahın həqiqəti sizin həyatınıza nə qədər müsəllət olub, nə qədər girib həyata. Yəni, neçə yerdən, 3 dənə qapı var da bu insanda. Bu insanın 3 qapısı var, giriş qapısı. Biri başıdır, biri ürəyidir, biri əli. Düşüncə, qəlb, əməl. Mən baxım geriyə görəm ki, Allah mənim düşüncələrimi gün ərzində 24 saatda milyon dana düşüncə girir səhərdən axşamacan. Oyandım, başlayır fırlanmağa. Gözümü açdım yorğanda şeydə, o başlayır fırlanmağa. Ta gəlib yorğanda şey girənəcən, yatanaycan, bu dayanmır, bu değirman daşı kimi fırlanır bu insanın təfəkkürü. Ora deyir o mövzudan, o mövzuya, ağacdan o quşlar uçur, bu budaqdan, o budağa, o budaqdan, budağa. Axşamazan böyle uçur, qənət çalır, fırlanır. Axşam baxar görək, sual verək ki, mən bu gün düşüncələrimdə nə qədər Allah müteal barəsində, xilqəti barəsində, hədəfləri barəsində, yaradılış barəsində, mənim barəmdə, cəmiyyət barəsində, ki, barəsində 1000 dənə ola bilər. Nə qədər mənim beynim məşğul olub bunlara? Yəni Allah nə qədər girib mənim düşüncələrimdədir? Sonra gəlir qəlb. Baxım görün bu gün ərzində mənim bu ürəyim sevib də nifrət deyil. Elə döyüş işləmir. Xodlanır. Duran kimi bu xodlanır. Yuxudan durdun, yatmaq yenə ölüm müvəqqəti. Durdun, qəlb başlayır. Ya sevəcək, ya nifrət edəcək. 2 dənə pul kimidir. 2 sikkəsi var. 2 tərəfi. O mənim kontrolumdadır. Açıb bıraxmışam, eləmişəm karvansara, obşijitiyadır. İmam Əli əleyhissalama sual verirlər ki, sən necə oldun Əli? Hər şeydə birinci. İmanda bir, şücaətdə bir, ədalətdə bir, valideynlikdə bir, rəhbər kimi bir nömrə. Hər şeydə də o məzhərə kulləsi. Həzrət Əbu günün şəhidi. İnsan-ı kamil. Yaxşı. Necə oldun bu? Necə qüdrət tapdın buna sən? Necə yiyələndin bu şeyə? Həzrət buyurur ki, bəvvabən əla qəlbi. Höşnür. Sadə otdum öz qəlbimin qapısında gözətçilik elədim. Girənədə çıxanım. Çıxana da baxırdım ki, bəlkə bu lazım olanda çıxır. Onu qaytarırdım. Girənə də baxırdım ki, bəlkə bu lazım olan şey deyil, mən bunu bıraxıram rəhmə. Nəzarət, security.
Bəzi müəssisələrdə adam qoyurlar qapıya, security. Girənin də sumkasını yoxlayır, çıxanın da. Adam qəlbini görür. Məsələn, bir dənə söz deyirsən bir nəfərə, biraz ağır deyirsən, sonra adam oturub fikirləşir ki, mən bunu niyə dedim buna? Yaxşı adam budur ki, heç əvvəldən fikirləşir, heç demir. Əvvəldən kontroldadır, kontrolu güclüdür. Nəzarət edir girən çıxanı. Adam da başı sonra başa düşür ki, bay sumkasında nəsə getdi. Düşürsən onun dalıysan. Qaytarasan. Adam da var ki, heç nə var orada, qapı laxba, çərçivədən qırılıb, qapının çəftəsi yox, açarı yox, gələn bir təpi vurub, keçən bir təpi vurub. Laqqazardır bu qapı karvansaradır da yer çıxdı, ürək. Həyat tərzində da mən görə diqqət eləyəm. Mən cidiyimə görə fikir verəm, geyinmə fikir verəm, getdiyim yerə fikir verəm. Bu həyat əməldə. Üçü də gerək kontrolda olsun. Üç hissənin üçü də gerək kontrolda olsun. Gəlin Həzrət Peyğəmbərə sual verirlər. Buyururlar ki, Səəlu ən Rasulillah sallallahu aleyhi və aleyhi və səlləm. Sual verdilər Peyğəmbərə, yaxşı hədisdir bu. Bu duanın izahında yaxşı hədisdir. Səəlu ən Rasulillah, ma lənə nəd'ullaha fəla yəstəcibu duaəna. Sual verdilər ki, ne üçün biz nəd'ullaha, biz Allaha dua edirik, və lakin fəla yəstəcibu duaəna. Allah bizim dualarımızı qəbul edilmir. Bir halda ki, axı Allah Quranda özü deyib dua ilə qəbul edir. Biz edirik, qəbul olmur. Və qaləllahu ud'uni əstəcib ləkum. Ayə deyirlər Peyğəmbərə. O Peyğəmbərin özündən eşitdiyi ayəni Peyğəmbərə deyir cəmaət. Ya Rasulullah, sən belə demirsən? Sən axı belə demirsən bizə ki, Allah qəbul eləyəndə? Axı biz dua edirik, qəbul olmur. Niyə? Qalallah. Üzrsən. Qala Rasulullah sallallahu aleyhi və səlləm. İnnə qulubəkum matət bi əşrəti əşya. Həzrət buyurdu ki, insanın qəlbi 10 şeylə ölər. Allahın isə Qur'anda duanı qəbul eləyirəm deyəndə qoyduğu şərt diri qəlbdəndir. Allah deyib, bəli, amma şərti qəlbin diri olmasın. Diri qəlbdən Allah qəbul edir. Lakin 10 dana şey var, o qəlb öldürəndir, öldürər o ürəyi. Bir, əvvəluha. Bunlar hamısı rəftarlardır ya, 10 dana rəftarı burada, 10 dana şey, yəni 10 dana rəftar. Ənəkum ərraftumullah fələm təəddu taətə. Bir, Allah'ı insan tanıdığı halda onun itaatinde durmamağı. Bilirəm Allah xaliqdir, bilirəm Allah varlıq aləmi dolandırandır, Rəbdir. Bilirəm aləmdə ondan başqa məbud yoxdur. Bilirəm mülk Allahındır. Bilirəm ki, varlıq aləmində hakimiyyət fəqət onundur. Bilirəm ki, bu varlıq aləmində qanun vermək hüquqi fəqət onundur. Bilirəm ki, bu aləmdə hakimiyyət etmək hüququ da fəqət onundur. Tohidi gəlirəm, xaliqiyyətdən gəlirəm, çıxıram üzə aşağı, bunlar qəşəng. Bilirəm hamısını. Dəlillərini də bilirəm, isbatını da bilirəm, subutunu da bilirəm. Amma moru deyil. Yəni söhbət gələndə itaətə, söhbət gələndə baxmağa, söhbət gələndə yeməyə, söhbət gələndə getməyə, nə edirəm bunlarda? Taət eləmir. Ümidim çoxdur ki, bağışlayacaq. Həzrət bilir ki, bu rəftar var ha, bu rəftar var ha, eləyirsiniz.
Bu adamın ürəyini öldürər. Bu iş adamın ürəyini öldürər. Bu bir. Və saniyə ənəkum qara'atumul Qur'an fələm tə'məlu bihi. Kur'an oxuyursunuz. Kur'an oxuyar insanlar, Kur'an oxuyarlar. Kur'anla rabitəlidirlər. Kur'an oxuyarlar, amma ona əməl etməzlər. Kur'anı əzbərləmək şərt deyil ki, Kur'anın əhli olmaq şərtdir. Kur'anı əzbərləmək fəxirdir, Kur'an qarisi olmaq fəxirdir, Kur'an təfsirini bilmək fəxirdir. Əhli, Kur'anla olmaq məqsəddir. Kur'anla olmaq. Kur'anla olmaq, yəni Kur'anla yaşamaq. Kur'anla yaşamaqdan əvvəl isə bunlar şərtdir, bəli, oxumaq, bilmək, öyrənmək. Bitmir sonra. Biz oxuyuruq, yarı yolda dalğıclar dənizə su baş vurub mirvari götürən kimi, yolda balıqlara başı qatışan kimi, başımız qatışır o balıqlara, mirvari yaddan çıxır. Biz bu Kur'anı oxuyurduq ki, neyniyək? Onun əhlinə çevrilir. Həzrət bu ki, adam bir dəstə Kur'an oxusa, bir insan Kur'an oxusa, əməl eləməsə, bu əməl səbəb olar, nə olsun? O ürək ölsün. Və salisə, iddiaytum məhəbbətə Rasulillah, iddia edirsiniz ki, biz Peyğəmbərə məhəbbətimiz var, ölürük Peyğəmbərdən ötəri, canımız ona fəda, qurban olaq bu kişiyə və əbğəztumul əvladə. Lakin onun balaları ilə müharibə edirsiniz, onun əhl-i beyti ilə müharibə edirsiniz. İddia edirsiniz, sevirik, məişətdə, fiqhidə, etiqadda Peyğəmbərin əhl-i beytindən bir dənə hədis qəbul edəmirsiniz. Necə olur? Əleyhissalama oğru elə qışqırıb da oğrunun bağrı yarıldı. Bəzi adamlar var, bir cür danışırlar bugün sosial şəbəkədə, imamlardan. Çaşırsan ki, bunlar necə danışır? Amma əmələ gələndə deyirsən, yaxşı, bir dənə fiqhdə, fiqhi məsaildə, bir dənə fiqhi hökm ki, sizin alimləriniz veriblər, orada bir dənə əhl-i beytdən söykənilən hədis getirin ki, məsələn, bütün qalə İmam Sadiq əleyhissalam. Yoxdur. Qalə Əbu Hüreyrə, qalə filan. Bu sevgi hardadır? Və rabiə, iddiaytum ədavətə şeytan və vafəqtumuh. İddia edirsiniz şeytanla ədavət və düşmənçiliyinizdə, iddia ediyiniz halda və vafəqtumuh. Ondan müvafiq olursunuz bəzi şeylərdə. Dikkatsizlik edirsiniz, müvafiq olursunuz. İddiaytum məhəbbətəl cənnə fələm tə'məlu ləhə. Cənnət iddiasındasınız, cənnətə getmək həvəsindəsiniz. Bəziləri də qəbzi alıb qoyub cibinə rahat. Ki, məsələn, mən daha ölsəm 100%, mən daha elə güman edeyim, özünə təlqin edeyim ki, mən daha ölsəm, yəqin ki, əlbəttə, mən 5 dəfə Kərbalada olmuşum. 5 dəfə Kərbalada olmuşam, yolda cəmaatın xətrinə deyə, o başa da gedmişsən, bu başa da gəlmişsən. Qeybət, təhqir, böhtan, incitmək. 5 dəfə qat-qat olmuşsan Şəkərbura. Tə'məlu ləhə. Cənnətin iddiasında sonra uyğun əməllər yoxdur. Və sadisə, iddiaytum məxafətən nar və rəməytum əbdanəkum fiyha. Cəhənnəmdən üz çevirir, eraz edirsiniz, nifrət edirsiniz cəhənnəmə. Danışanda pis adam görəndə deyirsiniz, cəhənnəm ol buradan, məsələn, cəhənnəmlə bir-birinizi qorxusursunuz. Amma bədənlərinizi ona aparıb təslim edirsiniz. Bu dünyada bir işlər görürsünüz, səhər o bədənin orada nə olacaq? Yanacaq. Və sabiə,
Salavat zikri Muhammed Ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. İştəğəltum bi uyubin nasi an uyubi enfusikum. Dəhşət sözdür bu. Başqalarının eyibləriyle məşğul olduğunuz halda özünüzdə eyibləri axtarmırsınız. Hələ ancaq güdür. Adam var güdürdü, adam güdəndir. Nə yedi, nə içdi, nə geydi, bunu nə tərcih etdi. Ey cəmaatın dalıcan. İmam Xomeyni rəhmətullah, Allah ruhunu şad eləsin, ağanın ruhuna böyük bir dənə salavat deyək. Allahümme salli ala Muhammed ve ali. Əsərlərinin birində xoş o adamın halına ki, özü öz başına qarışıqdır. Yəni, özü ilə məşğuldur. Buyurur ki, vəssaminə iddiaytum buğzad dünya və cəmə'tumuha. Dünyanı bivec, mənasız, boş bir şey bildiyiniz və qəbul elədiyiniz halda, danışanda da, məsələn, biri-birinə borcludur, borcunu vermək istəmir də, gəlir başlayır hədislər danışmaq. Deyir ki, dünya boş şeydir, sən boş şeyə görə mənimlə belə danışırsan. Belədir də, biz danışanda bu, belə danışırıq, boş şey falan. Peyğəmbər erkən buyurur ki, boş bilirsinizsə, nüşünbəsə onu yığırsınız. Boş bildiğin şeyi niye yığırsın? Cəmə'tumuhu. Bu adamın qəlbini öldürər. Ət-tasi'ə əqrərtum bil-mavti fələm təstəiddu ləh. İqrar edirsiniz. İqrar edirsiniz, yəni daha bunun sübuta ehtiyacı yoxdur da. Yanındakini apardılar, bastırdılar. Bu Ufaya gelen liseden adam bastırmışsın. Namiş. Evet. Çok. O gözümüzün qabağında aparırlar, pükürlər, vay öldü yetim. Qaldı malı da arvadlara, Tatarla başlayırlar, böldü bunun malını, dövlətini. Özü də uzandı asfaltın ortasına, ən bahalı maşını götürdülər, qoydular, aparır. Bütün Ufa qəm-qüssə içindir. Qəm-qüssə. Qəm-qüssə eləmək lazım deyil, bundan dərs almaq lazım. Vay vay vay, kafelere girsen ondan danışırlar, restoranlara girsen ondan danışırlar, dükkanlara girsen ondan danışırlar. Falan kəs də ölərmiş. Oğlan benim necə ölür, elə belə ölür də adam. Ölümün təqdiri iqrar edirsiniz, görürsünüz, gözünüzün qabağındadır, atan gedir, anan gedir, dişin tökülür, saçın tökülür, hamımız öləcəkdir, gelib girəcək o qəbirdə, onsuz da üzü oradır da. Bunun dala yolu yoxdur ki, bu gedir o tərəfə də. Peyğəmbər bu yaxşı qulağı ki bilirsiniz, bəs niyə hazırlaşmırsınız ona? Diqqət edin. Ona niyə hazırlaşmırsınız? Bütün hesab kitabımız orada, dünyayadır. Bütün potansiyel gücünüzü koymuşsunuz dünyanın abatlığına. Orası üçün nəzərdə bir şey yoxdur. Yəni sel deyirlər də Rusca. Sel. Gün ərzində o sel yoxdur da. Məsələn, gün ərzində bir dəfə yadına düşmür ki, öləcəyəm mən. Tutaq ki, öldüm. Bizim bir müəllim var idi. Deyirdi ki, mən gündə özümü 5 dəfə öldürürəm, dirildirəm. Deyirdi ki, necə deyil, heç nə otururum, təsəvvür edirəm ki, evim yanıb, uşaqlarımın içində yanıb, yoldaşım da yanıb, malım da yanıb. Elə təsəvvür edirəm ki, doğrudan hesab edirəm, bir də özümə baxıram, görüm ki, nə hala düşürəm mən. Olsa birdən neyniyərəm? Çətin deyə uzaqdan demək belə. Və lə aşirə. Həzrət buyurur ki, dəfəntum mavtakum. Ölülərinizi bastırırsınız, gedib başının üstündə də durursunuz. Fələm tə'təbiru bihim. Amma ondan ibrət götürmürsünüz. Və
Fəlihâzâ lâ yestecâbu duâukum. Ona görə dualarımız nədir? Qəbul olmur, ibrət. Allah rəhmət eləsin. Bizdə böyük bir alimlərdən var idi. Məşhəd alimi olub o. Sovet hökumətindən əvvəl Məşhəddə oxumuşdu o, sonra Nəcəfdə də oxumuşdu. Məşhədi Əlibəndə. 27 il Sibirdə yatmışdı türmədə. İslama görə. NKVD, Sovet hökuməti onu gələn kimi tədrisdən arazı bir yana keçib gəlib, məsələn, evinə, vətəninə, NKVD onu tutmuşdu. 27 il o kalendarla yatıb da, yəni günə-gün. Sonra gəlmişdi o, onun ustadı Ayətullah Noxudəki, Hacava, eşidərsiniz, onun tələbələrindən idi. Allah rəhmət eləsin işləyir. Oğlu bunun salih çıxmamışdı da. Olur da Peyğəmbərin dövlətlərindən çıxır imamlar. Salih çıxmamışdı. Cəmaat buna tənə edirdilər. Tənə edirdilər ki, sən alim, mümin, mütəməyyid, amma övladın bu şəkildə. Övladın bu şəkildə. Deyirlər, mən böyüklərdən eşitmişəm, bizim kənddə bunu danışırdılar, yaşlı adamlar danışırdılar, mən eşitmişəm. Mən onu görməmişəm o alimi. Amma ondan çox danışır cəmaat. Kişilər bir cür yaşayırlar, özləri gediblər, indiyəcən məsələləri cəmaatın içindədir. Dəhşətdir ya, bu var adama qismət olmur. Gəlir evə, bu rəhmətlik, gəlir yoldaşı avam adam olur, alimə olmayıb da, bu ərəb dilin zaten falan. Gəldi, deyir rəhmətlik evə, oturdu namaza, namazı qıldı, yoldaşına dedi ki, gəl bura, yaxın gəl, mən dua edəcəm, sən amindir. Bizdə belə bir söz var da, atanın qarğışı da olar, tutar. Deyir, dua elədi, bir 10 dəqiqə dua elədi namazdan sonra, arvad da amin deyir, yoldaşı. Çöndü, deyir, rəhmətli yoldaşına dedi ki, sən bildin niyə amin dedin? Sən bildin nəyə amin dedin? Dedi, yox, dedim, mən dua elədim ki, bu uşağı tez bir zamanda Allah aparsın, mənim abrım getdi. Dinin abrı getdi, mən təbliğ eləyə bilmirəm. Bu olan şeydir ya. 3 gün keçmədi deyir, onun oğlu düşdü avariya, yol qəzasına, rəhmətə getdi. Dəfnində ki, bu böyük alim idi, cəmaat buna hörmət edirdi. Qəbirsanlıqdan cəmaatı qaytardı. İçkiçən idi, oğlu qumarbaz idi. Qəbirsanlıqdan cəmaatı qaytardı dağa ki, buna ehsan düşmür, mən buna ehsan verə bilmərəm, gedin dağılışın öyümüzü. Mənə görə gəlmişdir, çox sağ olun. Amma qəbir daşdaşını qoyurlar, suyu tökürlər üstünə, rəhmətlinin əsası varmış əlində, əsas çəlik. Suyu tökəndə bunun gözündən yaş gəlir. Ağlayır bu. Yanındakı bir nəfər deyir buna, yaşlılardan deyir ki, bəs axund, bəs deyirsən filandı, bəs ne üçün gözündən yaş gəldi? Övlad dağıdı, övlad dağı çəkdin, ona görə ağladın. Deyir, baxdı belə rəhmətli, əlində əsa, vurdu bunun başdaşısına, oğlunun başdaşısına. Dedi, buna ağlamalı bir şey yoxdur, ağlamalı Kərbəladadır. Yadıma Əli Əkbərin səhnəsi düşdü, ona ağlayıram. Bu kimdir ki, mən buna ağlayıram? Bu ruhiyyədə olurlar, böyüklərimiz bizim. Bunların günü Əhl-i Beytin məhəbbəti ilə keçir. Biz gerək bir şey eləyək ki, həyatımıza bunları gətirək.
Allahı dartaq getirək həyatımıza. Əhl-i beyti dartaq getirək həyatımıza. Gün ərzində məsələn biz sual verək, niyə bizim yadımıza məsələn düşmür? Gelib bir nəfər rozu oxuya, biz bu şeylər düşək yadımıza. Mesela bir nəfər gelib danışa, biz başa düşək ki, Həzrət Əli Aleyhisselam bu günün şəhididir. Tüm bunlar girmir həyatımıza, gün ərzində görsən zarafat edir, gülürük. Bu həqiqətlər adamın həyatına girsə, beyninə girsə, ürəyinə hakim olsa, adam heç dodağını qaçırıb gülə bilməz. Biz rahat edirsiniz, girməyibdir. Allah'ın böyle izzət-i cəlalına öz məarif-i məktəbini bizim düşüncələrimizə, ürəklərimizə və həyat tərzimizə hakim eləsin inşallah. Amin. Allah Teala bizim din alimlərimizin vücudunu salamat eləsin. Amin. Bizim çox möhtəbər, çox hörmətli əzizimiz, ay müdəbbiri əziyyət çəkirlər, uzaq məsafədən gəlirlər və ömürlərin əhl-i beytə xidmətdə keçiriblər. Allah şahiddir ki, biz bu kişilərdən nəşət tapmışıq. Bunları bu cür görmüşük. Balacalığımızdan yadıma gəlir 17 yaşındır, 16 yaşındır. Biz bu əzizləri görmüşük ki, bunlar evlərin, eşiklərin atıbdılar, gəliblər maarifin yolunda əziyyətlər çəkiblər. Biri Gürcüstanda, biri Azərbaycanda, başqa ölkələrdə. Biz Allah şahiddə öz payıma deyirəm, bizə onlardan irz kesin. Biz onlardan götürmüşük bu xüsusları. Ki Allah Teala onların vücudunu salamat eləsin. Amin. Ailələrin, özlərin, balaların səid eləsin. Amin. Ahirətdə əhl-i beytlə qonaq eləsin, qonşu eləsin. Allah bu gecəni bizim ömrümüzə axır qədir gecəsi yazmasın. Vəssalamu aleykum və rəhmətullah. Allah qəbul eləsin.